Toyota Corolla hibrid. Maşının sağ hissəsində zədə yoxdur, maşının arxa hissəsi hibriddir. Bu maşının sol hissəsi. Belə bir salonu var. Dam ayrabaklar atıb. Dam ayrabak. Bu bunun VIN nömrəsidir. Deməli maşına nə alınacaq? Bir dənə qabaq bufer alınacaq, ablusovka alınacaq. Başqa maşının heç bir zədəsi yoxdur. Bir qabaq bufer, ablusovka. Bu bunun VIN nömrəsi. İndi gün düşür deyə mən biraz yaxşı düşmür VIN-i. Bir dənə qabaq bufer, ablusovka alınacaq. Bu da sağ hissəsi. Güzgü sınıq deyil, bir dənə kauçukudur. Bir dənə güzgü alınacaq. 2022-dir, 1.8 motorlu 79.000 yol gedib $4.850 girir aksiyona.